Salamlar. Sizləri dərsimizdə xoş gördük. Mən İnnovativ Təhsil Mərkəzinin riyaziyyat müəllimi Anar Həsənov. Bu gün sizlərə 9 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin 11-ci siniflər üçün keçirdiyi ümumi buraxılış imtahanı riyaziyyat suallarının izahına baxacağıq. Deməli, birinci sualda hesablama əməliyyatıdır. Biz bilirdik ki, A plus B-ni A minus B-yə vuranda nəyi verirdi? A kvadrat minus B kvadratını verirdi. Deməli, bunda bir dənə kökün altında mən hesablasam, olur 11-in kvadratı çıx kök altında 21-in kvadratı, o da 21 eləyir. Və bunu hesablayanda 121 çıx 21, 100 eləyir. 100-dən də nə çıxır? 10 çıxır. Deməli, cavab C variantıdır. İkinci sual yenə də muxtəsər vurma düsturuna aiddir. 14-ün kvadratı çıxılsın 10-un kvadratı bölünsün 24-dən. Biz yazarıq A çıx B, yəni 14 çıx 10. Bir dənə 14 plus 10. Burada da bölü 24 var. Deməli, bu bizə verəcək 4'ü, bu bizə verəcək 24'ü. 24'lər də ixtisar edəcək, qalacaq 4. Demək olacaq loqaritmi 2 əsasından 4. Burada da qüvvət bizə lazım idi. Olur 2, çünki 4 2'nin kvadratıdır. Növbəti sual 2 perpendikulyar müstəvidir. 2 perpendikulyar müstəvi biz Zoom dərslərimizdə, YouTube'da canlı dərslərimizdə çox demişdik. Sanki 2 dənə divarın kəsməsini çəkirdik, otaqda 2 divarın kəsməsini. Və bu divarda bunlara biz deyirdik nə? Bunlara deyirdik üzlər və yaxud da ki müstəvilər. Baxın, müstəvilər. İndi nə deyir? Deyir, bir A nöqtəsi var. Bir A nöqtəsindən bir divara qədər məsafə 2'dir. Digər divara qədər məsafə 4'dür. Onda deyir ki, kəsişmə xəttinə qədər olan məsafəndə kəsişmə xətti buraydı. Onda bunu çəksəm, burada düzbucağın əslində diaqonalı alınır. 2, 4, Pifaqordan 2 altı 20 eləyir. Onda 4 vur 5 yazanda verir bizə nəyi? 2 altı 5'i, yəni A variantını verir. Növbəti suala baxaq. Vuruqları ayırmada çox rahatdır. 5'i çölə çıxartsanız 5 çıxılsın A alınacaq. Yəni B variantıdır, doğrudur. 65-ci sualda bir bərabərsizlik verib və ən böyük tam həlli. Yəni 6'ya qədər ən böyük tam həlli 6'nı almadığına görə 5'dir. Və mənfi 5,3'dən böyük olan ilk ən böyük tam ədəddə mənfi 5'dir. Və bunların hansını istəyir? Cavab mənfi 25 eləyir. Çoxbucaqlının diaqonallarının sayı düsturu. Çoxbucağın diaqonallarının sayı düsturu n vurulsun n-3 bölünsün 2 idi. Bunu bizə 9 verib. Vurub açıb tənliyi də həll eləyə bilərsiniz və yadımıza salaq, hasıl 18 olan 6 vur 3 vardı. Bir-birindən 3 vahid az olan. Deməli n6'dır. Deməli bu 6 bucaqlıymış. Açıq suallar biraz maraqlıdır fikrimcə. Qapalılar çox asaddır. Kəskinməsi boş olmayan 2 dənə çoxluqdan danışır. Deməli, bunların kəskinməsində bir element ola bilər. Bura A çoxluğu, bu B çoxluğu. A çıxılsın B-nə 6 verib, B çıxılsın A-nı 4 verib və bunun birləşməsinin ən balacasını istəyir. Birləşməsi üçün bura ən az olmalıdır. Ən azdan naturallarda nə idi? 1 idi, çünki say var burada. Birləşmə də bu üçünün cəmi idi. Toplayanda nə eləyəcək? 11 eləyəcək. 68'də 2 kürənin birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyüdür. Bütün kürələr oxşardır, yadınızda saxlayın. Bu oxşarlıqda həcmlər nisbəti K-nın kubu idi. Oxşarlıq əmsalının kubu idi. Səthlərin sahələri nisbəti isə K-nın kvadratı idi. Yəni bunu bizə 27 verib. Buradan K-nı 3 aldırıq. Onda 3'ün kvadratı da olur 9. Yəni D variantı olur. Növbəti sualda yazıb ki, bir sinus tənliyinin həlli var. Sinusun məhdud olduğu aralıq var daxı. Mənfi 1 parçası idi. Yəni sinus ən çox 1 ala bilirdi. Ən az mənfi 1 ala bilirdi. Hər tərəfi 2'yə vurun. Və hər tərəfə mənfi 1'i, yəni digər tərəfə gələndə gəlin, müsbət 1 gəlin. Buradan da olur 3. Yəni mənfi 1 3 olur. O da hansı variant olur? B variantı olur. Şagird nədənsə bunu düzgün görməyib. Növbəti sual paralel köçürtməyə aiddir. Bizə nə deyirdi? Deyirdi bir A nöqtəsini hara keçirdi? B nöqtəsinə köçürdürdü. Bu ilkin nöqtə idi. Bu da son nöqtə idi. İlkin nöqtəni sənə mənfi 3 2 verib və apardığın o nöqtənin də koordinatlarını x-i 4 vahid artırır, y-i 1 vahid artırır. X-i 4 vahid artıranda 1 olacaq, y-i 1 vahid artıranda 3 olacaq. 2'ni 1 vahid artıranda 3 olacaq. Ona görə cavab olacaq A variantı. 1-3. Növbəti sual maraqlıdır biraz. 3 dənə ədədin ədəd silsilə əmələ gətirməsindən danışır. ABC o vaxt ədəd silsilə əmələ gətirilirdi. Ortadakı qonşuların cəminin nə idi? Yarısı idi. Ona görə burada ortadakını qonşuların cəminin yarısı götürəcək. Və bunu hesablayanda bu 2 eləyəcək. Çünki y-lər islah edir və modul bərabərdir 2 olur. Modul nə vaxt 2 olurdu? Ya içərisi 2'dir. Onda y-imiz 1 olurdu. Ya da içərisi mənfi 2'dir. Onda y-imiz nə olurdu? 5 olurdu. Ona görə hansı variant olur? C variantı olur. 72 yazıb ki, ümumi 10 dənə ədəd verib və deyir ki, bu ədədlərin hansı
ları irrasionaldır və onun hissəsini tap. Yəni irrasional olanların hissəsini tap. Pinin iştirak elədiyi bütün ədədlər irrasionaldır. Kök 3 və kök 5 irrasionaldır, amma kök 9-dan 3 çıxır, bunu bilin. Kök 2 də irrasionaldır. Yəni 4 dənə irrasional var, cədvəldə də 10 dənə ədəd var. Ona görə bu nə olur? 10-da 4 olur. Saya bilərik. Doğrudur. Yəqin orada şagird dövrlərdə çalışıb. Bütün kəsirlər yadınızda saxlayın. Rasionalıdır. Şəkər çuğundurunda onun kütləsinin 20% qədər şəkər alınır. Deməli 80 ton ümumi şəkər çuğunduru var və bunun 20% təmiz şəkərdir. Bunun da 20%-ni hesablayanda 16 ton qalacaq. Deməli Y variantı olacaq. 74-də sadə trigonometri eyniliklər düsturlarını bilməlisiniz. 1 plus tangens kvadratı alfamız necə yazılırdı? 1 bölünsün kosinus kvadratı alfa yazılırdı. Və bu ikisindən 4'ü çölə çıxardanda 4 dənə sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa qalır. Və bu mənə nəyi verir? 1 bölünsün kosinus kvadratı alfanı verir. Və burada da ixtisar gedəndə bura 4 olur, burada 1 olur. Cavabı nə olur? 3 olur. Növbəti sual müxtəsər bulma düsturuna aid rasional ifadənin sadələşdirilməsidir. Birinci ifadə görərsiniz ki, x minus 1'in kubu idi. İkinci ifadədə oradan 2'ni çölə çıxarsanız x kvadratı minus 1 qalırdı. Bu da kvadratlar fərqi idi. Bölməni vurmaya çevirəndə bu yuxarı qalxırdı. Bu da müxtəsər vurma düsturuna görə a minus b-nin kvadratı idi. Və sadələşdirsəz hər biri bir-birini ixtisar aparır. Cavab qalır 1 bölü 2. Çünki x plus 1'lər də edir, x minus 1'lər də gedir. Deməli, gəldi nəyə? 76. Uyğun tərəfləri paralel bucaqların biri digərinin 80%-ni təşkil edir deyir. Deməli, biri x-dir, digəri onda 8x-dir, 80%-dir. Və uyğun tərəfləri paralel bucaqlar ya bərabərdir, ya da onların cəmi 180-dir. Ona görə bunları topladıq, bərabərlədik 180-da və x-i nə tapdıq? 100 tapdıq. Deməli, biri 100-dürsə, digəri 80-dir. Bizdən böyük bucaq istəyir. Böyük bucağı nə qədər olacaq? 100 dərəcə olacaq. Cavab 100-dür. 77-ci sualda üstü tənlilərə aiddir. Qüvvəti balaca olan çölə çıxardanda 3 plus 5 qalırdı burada. Bu da olurdu 200. 3 üstü x vurulsun 8 bərabərdir 200-dən. Biz hər tərəfi 8-ə bölsək 25 alarıq. 5 üstü x daha doğrusu. Çox üzürü sayın. Onda x-imiz nə olacaq? 2 olacaq. Çünki 5 üstü 2 25 eləyir. Bu sual biraz maraqlıdır. Bizə deyir ki, kompleks ədədlər qoşmadır. Kompleks ədədlər necə qoşma olurdu? A plus i vurulsun b-nin qoşmasının üstündə xətt çəkilirdi. Bu a minus i vurulsun b olurdu. Və i üstü 5 hesablayanda qüvvəti 4'ə bölürdük, qalığı yazırdıq. I üstü 35'e hesablayanda qüvvəti 4'ə bölüb qalığı yazırdıq. Və i kubu da mənfi idi. Çünki i kvadratı mənfi 1 idi. Deməli, z1'imiz olur 9 çıxılsın i vurulsun x. z2'miz olur y çıxılsın 6i. Qoşmalar nə idi? Həqiqi hissələr eyni qalırdı. Yəni y bərabərdir 9'dur. Xəyali hissələr əks olurdu. Yəni bunun əksi x-dir. Bu da bərabər idi buna. Bunun əksinə yox, buna bərabər idi. İndi x plus y istəyir. Cavab olacaq 3. Deməli buna da cavab verdi. Gəldi yazılı cavab vərəqinə, yazılı tapşırıqlara gəldi. Ətraflı suallara gəldi. Maraqlı suallar var. Keçənki imtahandan deyim ki, biraz çətin düşüb. Yazıb aktsalında hər sıradakı yerlərin sayı sıraların sayından 8% çoxdur. Deməli, sıraların sayı bizdə bir n dənə olsun. N dənə sıra olsun. Və hər bir sırada bundan 8% çox. Yəni, n plus 8 dənə yer var. Bax, belə. Onda ümumi yerlərin sayı bir sıradakı yerlərin sayını sıraların sayına vurardıq və alardıq 384. İndi burada vurub açıb üstünə də hər tərəfinə 16 gəlsəm 400 eləyəcək. Çünki biraz 384 böyüdür. Onu kvadrat əlinin diskriminantı ilə mən hesablamaram. 400'də 20'nin kvadratıdır. Yəni n plus 4 20 olur. Yəni n'ə nə tapırsınız? 16 tapırsınız. Nə deyir? Sıraların sayını tap. Sıralar nə idi? N idi. Oldu 16. 80-cı sualdan çox danışdığımız sual tipidir. AM 9 verir. MC 16 verir. Burada H deyirik və burada düz bucaqlı olduğuna görə bütün bucaqlar 90'dır və burada proyeksiya düsturları əməl edir. H-ın kvadratı 9 vur 16'dan. H olurdu 3 vur 4, yəni 12. Sonra bu düzbucağlının mən sahasını tapa bilərəm. Hipotenuz vurulsun, ona çəkilmiş hündürlüyü bölünsün 2. Sonra və diagonal sahanı yarıya bölürdü. Ona görə buradan 2 dənə belə saha var və bunu biz hesablayanda nə qədər eləyəcək? 300 eləyəcək. Deməli cavab nəymiş? 300'müş. 81-ci sual. 81-ci sualda maraqlı sualdır. Yazıb 5 azenlik, 10 azenlik və 20 azenlik kuponlar varmış. Bunlar ümumi 28
dənəymiş. Yəni bunların üçünün cəmi 28-dir və sonra məlumat verir. Diqqətli olun. Deyir 20 AZN kuponların sayı 10 AZN kuponların sayından 2 dəfə azdır. Yəni 10 AZN kuponların sayı 2 dəfə bundan çoxdur. Sonra deyir ki, bu 20 AZN 5 AZN-dən 16 azdır. Yəni bu bundan 16 çoxdur. Onda biz bunları toplasaq ümumi halda 28 almalıydıq. Olur 4x plus 16 bərabərdir 28. X-imizin 3 alırıq. Gətirib x-in yeni 3 yazanda bura 3 olur, bura 6 olur, bura 19 olur. Sonra deyir ki, ehtimal tap. Ehtimal nə idi? Şərtdəki hadisələrin sayını bölürdük bütün hadisələrin sayına. Şərtdə baxacam, bütün nədir? 28 dənə bizdə kupon var, onun ikisini seçir. Deməli, kombinizonla yazacağıq. Sürətdə nə deyir? Deyir ki, kupon seç, onların cəminin, o dəyərlərinin cəmi 30 AZN olsun. 2 dənəsinin cəmi 30 AZN olmaq üçün bir dənə bundan, bir dənə bundan seçməliyəm ki, 10 üstəlik 20, 30 olsun. Ona görə bir dənə yarıb sayı olaraq 6-dan seçəcəm, bir dənə də 3-dən seçəcəm. O da və olduğuna görə vurma olurdu. İndi bu olur 18 böl 28 vur 27 böl 2. Bunu da 14 yazaq. İndi hər tərəfini 2-yə bölsək 7 düşür. Hər tərəfdə 9 qaldı. 9-a bölsək 3 düşür. Cavab qalır 21-də 1. Yəni 21 dənə ümumhal ola bilər. O bir dənəsi dediyi şərti ödəyər. 82-ci sual da qəşəng sualdır. Biz toxunanı həmişə görəndə deyirdik radius toxunana perpendikulyardır. Yəni buranı çəkirdik, buranı 90 dərəcə yapışdırırdıq və buranı 40 dərəcə verib. Deməli bura 50 dərəcədir. Ona görə bura olur 130 və bu qövsü istəyir. Mərkəzi bucaq gördüyü qövsün özü iyi olurdu. Ona görə 130 dərəcə olur. Fikir verərsiniz. 83-cü sual qəşəng sualdır. Blok imtahanına gələ biləcək sualdır. Bir piramidanın tam səthindən danışır və düzgün dördbucaqlı piramidadan danışır. Düzgün dördbucaqlı piramida nəyə deyilirdi? Oturacağı, qoy bunu çəkim. Oturacağı kvadrat olan piramidaya deyilirdi. Mən gözləyirdim ki, düzgün tetraeder düşsün. Amma bu sual yazıblar. Və bunun oturacağı kvadratdır və oturacağın sahəsini 100 verib. Deməli tərəfi 10'dur. Hər tərəf 10'dur. Oturacağın tərəflər 10'dur. Apofem yan üzün hündürlüyünə deyilirdi. Yan üzün hündürlüyünü çəkdik. Və bura h apofem deyilir. Və bunun sahəsi, bu üçbucağın sahəsi necə tapılacaq? Tərəf vurusunun hündürlüyü böl 2. Olacaq 5 dənə haşa və bundan neçə dənə var piramidada? Dördbucaq piramida olduğuna görə 4 dənə var. Və tam səth 360-dırsa, oturacağın sahəsini çıxanda yan səth 260 olur. Bərabərləyəcəm 260-a. Tənli həll edib hər tərəfi 20-yə böləndə alınacaq 13. Yəni apofem nə qədər imiş? 13 imiş. 84-cü sual. Yazıb ki, cədvəldə bir qrupda tələbələrin boylarının uzunluqlarına görə saylar haqqında məlumat verilib. Onda biz cədvəli toplasaq bunları bərabərdir 21 eləyir. 2y plus x də bərabərdir 17 eləyir. Və bizdə nə istəyir? Bu qrupda boyu 170 cm-dən çox olan oğlanların sayını istəyir. Yəni 2y istəyir. Oğlanlara baxın. Ona görə x-ləri yox edək. Bunu mənfi 3-ə vuracam. Bu da olacaq mənfi 6y çıx 3x bərabərdir mənfi 51 və bunları tərəf-tərəfə toplayanda mənfi 5y bərabərdir mənfi 30. Y-imi alacam 6 alacam. Və 2y istəyirdi, o da olacaq 12. Qəşəng sualdır əslində. Vaxt aparan suallardır. Gəldi 85-ə. Bir paraboladan danışır. Şagirdlərə çox deyirdim ki, funksiyanın həndəsi mənaları düşə bilər. Funksiyanın həndəsi fiqurlara tətbiq eləyər. Ya sahə istər, ya perimetr. Deməli, təpə nöqtəni biz tapanda A vurulsun, x çıxılsın, x təpənin kvadratı üstələnsin, y təpə idi. Ona görə elə ən gözəli mən buradan təpə nöqtədən kvadrat ayıraram. Bu kvadratik funksiyadan. Təpə nöqtəni oradan taparam. Ona görə təpə nöqtə olur 4, 2. İndi deyir ki, bunu ardıcıl olaraq, fikir verin, absis oxana simmetrik çevir. Qoyaq, yaxşı yazaq burada. A 4, 2 imiş. Absis oxana simmetrik çevirəndə x qalırdı, y işarəsini dəyişirdi. Sonra deyir, koordinat başlanğıcına görə simmetrik çevir. Hər ikisi işarəsini dəyişirdi. Sonra deyir, ordinat oxuna nəzərən simmetrik çevir. Onda y qalırdı, x işarəsini dəyişirdi. Və deyir ki, indi bax, əslində bunu biraz kifayət tapmaq olar. Bax, bu ordinat absis oxuna nəzərən simmetrikdir bu. B. Ona görə buradan bura 2-dir, buradan da bura 2-dir. Bura nə qədər olur elə? 4. Sonra bunun A-sını A, B, C, D. Bax, D-sini ordinat oxuna nəzərən simmetrik verib. Ona görə buradan bura 4-dür, buradan da bura 4 olar. Yəni onsuz da burada görürsünüz mənfi 4, 2 alınır. Eynən də öcədə quruldu da. Bu nöqtələr gətirib burada da qura bilərsiniz. Yəni bu tərəf 8 olur. Diqqətli olun. Bir tərəf 8 olur, bir tərəf 4 olur. Perimetrini istəyir. Deməli 2 dənə 8 plus 4. Bu da olacağına qədər 24. Belə.
Deməli, şagirdlər və müəllimlər İnnovativ Təhsil Mərkəzin inşallah gələn həftədən blok hazırlıqlarına start verəcək və sürətli blok hazırlıqlarımız olacaq. Bütün fənlərdən inşallah, tarixdən, riyaziyyatdan və digər fənlərdən də blok hazırlıqları olacaq, amma sürətli təkrarlar olacaq. Ona görə bəzən kanalımızda, YouTube kanalımızda canlı izahlar gedəcək. Bir mövzunun tiplərini sizə izahlar verəcək, bütün mövzunu izah etməyəcək və riyaziyyat olaraq mən Anar Həsənov sizə ən praktik üsullarla sualları izah edəcəm. Ən çox həndəsəni, inteqralı, törəməni, limiti, çünki buraxılışa qədər hazırlaşıbsınız və təbii ki də digər bütün mövzularında sürətli təkrarı gedəcək. Bizim Telegram qrupumuz var. Mən bunu YouTube kanalının bu şərhlər bölməsində paylaşacağım. Ora daxil olarsınız. Orada ispat sualların izahları olacaq. Əsas birinci qruplar həm YouTube'da ispat sualların izahları olacaq, həm Telegram kanalımızda müxtəlif ispat sualların izahları olacaq. Və yenə də deyirəm, sizdən gələn sualları da Telegram kanalından göndərəcəksiniz və biz sizlərə onları izah edəcəyik. Bütün fənlərdən suallar göndərə bilərsiniz. Uyğun müəllimlərimiz sizlərə izahlar verəcək. Və kanala abunə olun. Vaxtında dərsləri biz sizlər üçün yükləyəndə və canlılar açanda sizlərin də xəbəriniz olsun. Növbəti dərslərdə görüşərik. Hər birinizə uğurlar.